Salam əziz abituriyentlər və hörmətli müəllimlər. Bugün sizlərə xordallar tipinin, kəllələr yarım tipinin, başqa sözlə desək, onurğalılar yarım tipinin 5 sinifində baş beynin müqayisəli izahını vermək istəyirəm. Biz bilirik ki, onurğalılar yarım tipinin balıqlar, suda qurda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifi var və hətta balıqlardan biz öyrənmişdik ki, baş beyin 5 şöbədən ibarətdir. Yaxınlaşdırıb sizə göstərəcəm. Burada uzunsov beyin, beyincik, orta beyin, ön beyin və ara beyin şöbəsindən ibarətdir. Deməli, gəlin yadımıza salaq. Biz demişdik ki, balıqlarda, ümumiyyətlə bu canlıların hər birində uzunsov beyin həyati proseslərin mərkəzinin yerləşdiyi beyin şöbəsidir. Yəni, qan damar sistemi, həzm sistemi, ümumiyyətlə bədəndə baş verən, orqanizmdə baş verən həyati proseslərin mərkəzi burada yerləşir. Hətta balıqlarda yan xətt orqanların işi də uzunsov beyinlə tənzim olunur. Əgər bir canlının uzunsov beyni zədələnərsə, bu canlı məhv olar. Deməli, uzunsov beyindən danışdıqsa, indi uzunsov beynin üzərində yerləşən beyinciyə baxaq. Bütün siniflərdə bu beyinciyi biz görə bilirik. Əvvəlcə onu deyim ki, imtahanda bizim qarşımıza, əsas da abituriyentlərin qarşısına şəkil formasında baş beynin şəkli verilə bilər. Hər hansısa bir sinifdə, yəni xordalların hər hansısa bir sinifinin nümayəndəsinin baş beynin şəkli verilə bilər və həmin beyin şöbələri nömrələnə bilər və verilmiş, nömrələnmiş beyin şöbəsinin funksiyasını və yaxud da başqa hər hansı bir sual gələ bilər bu hissədən. Belə ki, 2 il əvvəl qəbula quşların baş beyni ilə bağlı sual düşmüşdü. Orada quşların baş beynində qırışlı şöbəni soruşmuşdu. Hansı ki, cavab orada beyinci idi. Burada görürsünüz o qırışlı beyinciyi. Yəni, burada çaşdırılan məqam nə ola bilər? Bizə baş beynin şəklini verəndə, deməli, biz bəzən uşaqlar bu uzunsov beyinlə ön beynin hansı olduğunda tapmaqda tərəddüd edirlər. Burada bir ipucu var ki, uzunsov beynin üzərində həmişə siz beyinciyi görəcəksiniz. Ona görə də fərqi yoxdur ki, sizə beyin şöbəsini bu istiqamətdə şəklini versin və yaxud da bu istiqamətdə versin. Siz həmişə adətən uşaqlar ön beyni burada görmək istəyirlər. Amma biz 7-ci sinif biologiya dərsliyimizdə qurbağada bunun tərsinə verildiyini görmüşük. Yəni, biz beyinciyə baxaraq uzunsov beyni müəyyən edə bilərik. Deməli, balıqlarda ön beyin qoxu mərkəzidir. Burada ön beyin bu hissədir. Bu isə ön beyindən çıxan qoxu sinirləridir. Beyincik bilirik ki, ümumiyyətlə burada olan bütün siniflərdə beyincik hərəkətlərin nizamlanmasını, koordinasiyanın müəyyən olunmasını təmin edən beyin şöbəsidir. Gəlin bu iki sinifi müqayisə edək. Balıqlarla suda qurda yaşayanları müqayisə etdikdə görürük ki, balıqların baş beyində beyincik suda qurda yaşayanlara nisbətən daha yaxşı inkişaf etmişdir. Məhz bu səbəbdəndir ki, balıqların hərəkəti suda qurda yaşayanların hərəkətindən daha dəqiq və daha mürəkkəbdir. Balıq suyun üzərinə çıxır, suyun alt qatlarına inir və suda müxtəlif manevrlar edir. Lakin suda qurda yaşayanlardan olan qurbağa isə sadəcə sıçrayaraq çox sadə hərəkət mexanizmini biz onda müşahidə edirik. Ancaq ön beyinləri müqayisə edəndə biz nə görürük? Görürük ki, suda qurda yaşayanların ön beyni balıqların ön beyindən daha yaxşı inkişaf etmişdir. Bəzən bu modeli uşaqlara göstəriləndə uşaqlar bu sarı hissədir də ön beyin. Uşaqlar qeyd edir ki, axı müəllimə, biz burada balıqda baş beynin, ön beyin şöbəsini daha böyük görürük. Biz burada nəzərə almalıyıq ki, bu çıxan sinirlərdir. Ön beyin bax bu hissədir sadəcə. Qurbağada isə ön beyin daha yaxşı inkişaf etmişdir. İndi təkrar eləyək. Qurbağada dərslikdə verilən məlumata əsasən, bizim qarşımıza nə çıxa bilər? Qurbağa ilə deməli balığın ön beyinlərini müqayisə edəndə balığın ön beyni qurbağadan daha kiçikdir, daha zəif inkişaf etmişdir. Qurbağada daha yaxşı inkişaf etmişdir. Beyincikləri müqayisə edəndə də biz görürük ki, deməli balıqlarda beyincik, suda qurda yaşayanlarda beyincikdən daha yaxşı inkişaf etmişdir. Deməli uşaqlar, bu qəhvəyi rəngdə görünən isə orta beyindir. Orta beyinlərə baxanda görürük ki, balığın orta beyni daha yaxşı inkişaf edib. Orta beyində isə görmə mərkəzi yerləşir. Ara beyin isə aşağı tərəfdədir. Biz bunu görürük. Bu yaşıl hissədir ara beyin. Ara beyində isə balıqlarda hipofiz və epifiz vəzləri yerləşir. Deməli,
Əziz müəllimlər və abituriyentlər, biz ümumiyyətlə orta beyinlə ara beyni necə ayırd edə bilərik? Ara beyin baş beynin deməli aşağı alt tərəfində görsənir əsas. Düzdür, üst tərəfdən də biz onu görə bilərik. Daha doğrusu yandan bizə baş beynin şəklini versə biz onu görə bilərik. Ancaq orta beyin nisbətən ara beyindən yuxarıda qalır. Gəlin suda qurda yaşayanlarla sürünənləri müqayisə edək. Burada görürük ki, sürünənlərin baş beyni ilə suda qurda yaşayanların baş beyni müqayisə olunanda sürünənlərdə ön beyin, suda qurda yaşayanlarda ön beyindən, yəni bu sarı hissəni görürsünüz, daha yaxşı inkişaf etmişdir. Və yenə də beyincikləri müqayisə eləyəndə sürünənlər quruda yaşayan canlılardır. Onların davranışları, hərəkətləri daha mürəkkəbdir. Ona görə də sürünənlərin beyinciyi suda quruda yaşayanların beyinciyindən nisbətən daha yaxşı inkişaf etmişdir. İndi quşlara baxaq uşaqlar. Quşlara baxanda görürük ki, quşlarda ön beyin sürünənlərdən daha yaxşı inkişaf etmişdir və burada ön beynin deməli yarımkürələr əmələ gətirdiyini görürük. Hətta yarımkürə əmələ gətirib fikir verirsinizsə və ön beyin quşlarda biz bunu 7-ci sinif dərslikdə də görə bilirik. Quşlarda orta beyin üzərini örtməyib. Yəni ön beyin ara beyin üzərini müəyyən qədər örtüb, orta beyin üzərini isə örtməyib. Və quşların deməli qəbula düşən sual da bu idi. Baş beyin şöbəsindən olan beyincik qırışlıdır və bunun sayəsində onların beyinciyinin həcmi daha böyükdür və beləliklə quşlarda daha mürəkkəb hərəkətlərə biz rast gəlirik. Onların miqrasiya etməsi, daha sonra yuva qurması, kürt yatması, balalarını bəsləməsi və s. Hətta quşlar kompassız fəzada cəhəti təyin edə bilirlər. Bu çox mürəkkəb davranışlardır. Bunun üçün yaxşı inkişaf etmiş beyincik olmalıdır və hətta qırışlı beyincik. Və biz məmməlilərdən itin baş beyninə baxanda quşlardan fərqli nə görürük? Əvvəlcə oxşar deyək. Deməli məmməlilərdə də beyincik deməli quşlardakı kimi qırışlıdır və fikir versiniz beyincik həmişə uzunsov beynin üzərində olur. Yəni yuxarısı tərəfində verilir. Yarımkürələr yenə var və diqqətlə baxsanız, yaxınlaşdırıb göstərəcəm sizə, yarımkürələrdə qırışlar yaranıb. Deməli, bizdən soruşsa ki, qırışlı yarımkürə, biz deyəcəyik ki, ancaq məməlilər sinifində var. Bizdən soruşsa ki, ümumiyyətlə yarımkürə, deməli, ön beyin yarımkürə əmələ gətirir quşlarda, lakin onlarda qırış yoxdur. Amma yarımkürələr ilk dəfə rüşeym halında sürünənlərdə yaranır. Bayaq mən onu qeyd eləməyi unutmuşam. İlk dəfə yarımkürələr fikir versiniz sürünənlərdə rüşeym halında, primitiv halda onun yarandığını görürük. İzləri yaranır. Bax görürsüz yarımkürələr. Amma quşlarda ön beyin yarımkürələri yaxşı inkişaf etmiş olur. Məməlilərdə isə ümumiyyətlə yarımkürələr qırışlıdır. Bir də bunu qeyd eləyək ki, quşlarda yarımkürələr sadəcə ara beynin üzərini örtür, amma məməlilərdə yarımkürələr görürsüz burada ön beyin daha doğrusu orta beyin görsənmir. Görürsüz, həm orta beynin, həm də ara beynin üzərini örtmüş olur. Ancaq quşlarda baxanda orta beyni görürük ki, üzərini tam örtmüş deyil, yəni ara beyin üzərini örtür. Beləliklə bir ümumiləşmə aparaq. Ümumiləşmə aparanda gördük ki, balıqlarda məməlilərə doğru gəldikcə ön beynin inkişaf etdiyini gördük. Suda qurda yaşayanlarda ön beyin balıqlardan daha yaxşı inkişaf edib, sürünənlərdə suda qurda yaşayanlardan yaxşı inkişaf edib, hətta yarımkürələr rüşeym halında yaranıb. Quşlarda ön beyin yarımkürələri yaranıb, onların ön beyni sürünənlərə nisbətən daha yaxşı inkişaf edib. Məməlilərdə isə qırışlar əmələ gəlib, onlarda isə ön beyin digərlərinə nisbətən daha mükəmməldir. Beyincik müqayisə edəndə burada ən zəif inkişaf etmiş beyinciyi biz suda qurda yaşayanda qurbağada görürük. Deməli, balığın beyinciyi yaxşı inkişaf edib, sürünənin beyinciyi yaxşı inkişaf edib və daha mükəmməl beyincik, daha yaxşı inkişaf etmiş beyinciklər isə beyincik quşlarda və məməlilərdədir, qırışlıdır. Sonra, əgər bir canlının beyinciyi zədələnərsə nə baş verər? Bir canlının beyinciyi zədələnərsə həmin canlı ölməz, məhv olmaz, lakin onun hərəkətinin nizamlılığı, koordinasiyası itər. Ona görə də biz burada deyirik ki, beyincik hərəkətlərin nizamlanmasında, koordinasiyalı olmasında iştirak eləyir. Bir canlının mürəkkəb davranışını görüb, o canlı haqqında onun beyinciyinin daha yaxşı inkişaf edib qənaətinə gələ bilərik biz. Sonra dedik ki, orta beyində görmə sinirləri çıxır. Görmə mərkəzləri orta beyindədir. Orta beyin quşlarda ön beyin, orta beyin üzərini örtməyib, məməlilərdə isə örtmüşdür. Digər canlılarda isə ümumiyyətlə, yəni balıqlarda və suda qurda yaşayanlarda yarımkürə yoxdur. Sürünənlərdə isə rüşeym halında yarımkürə.
Sonra nə deyə bilərik? Deməli, burada ön beynin bu gördüyünüz bu sinirlər də çıxan hissəsi, yəni balığın ön beyni burundan ibarətdir. Burada sürünənlərdə də bu sinirləri görmək mümkündür. Bu qədər ümid eləyirəm ki, faydalı oldu. Çalışdım ki, deməli, dərsliyimizdən çox da kənara çıxmayım. Çünki qəbulda, imtahanlarda bizim qarşımıza, yəni ancaq dərslik səviyyəsində suallar çıxa bilər. Ona görə də siz ümumiyyətlə xordalları oxuyarkən müqayisə, yəni sinir sistemini oxuyarkən müqayisəli öyrənməyinizdə fayda var. Yəni ancaq müqayisəli olarsa bu yadda qalar. Belə.